İzahlı test 84-cü hissə 5-ci sinif ingilis dili 7-ci sual choose an alternative question. Seçmə sual cümləsini seçin. Is he reading a book? Bu ümumi sual cümləsidir. Who is your favorite writer? Sənin sevimli yazıçın kimdir? Xüsusi sual cümləsidir. Sibanda is your scarf red or white? Sənin şərfin qırmızıdır yoxsa ağdır? O ilə burada bu seçmə sual cümləsidir. Sibanda doğru cavabdır. Do you like this book? Sən bu kitabı xoşlayırsanmı? D bəndi də ümumi sual cümləsidir. Alternativ seçmə sual cümləsində iki fikirdən birini seçmək lazım gəlir və o ilə işlənir və ya yoxsa ilə işlənir. C bəndi doğru cavabdır. 8-ci sual. Choose a sentence with the present continuous. İndiki davam edici zamanda olan cümlələri seçin. We have many books in our home library. Bu indiki sadə zamandadır bu cümlə. 2. This story is about Oliver Twist. Bu kitab Oliver Twist hakkındadır. Bu da indiki sadə zamandadır. 3-cü cümlə. His friends are walking in the park. Onun dostları parkda gəzirlər. Are walking. Deməli, A işlənib, bir də fe'lin sonunda ing. Deməli, indiki davam edici zamandadır. 3 düzdür. The children are playing in the sun. Uşaqlar günəşdə oynayırlar. Are playing. A var, bir də fe'lin sonunda ing var. İndiki davam edici zamandadır. 3 ilə 4 doğru cavabdır. 9-cu sual. Match the articles to the sentence. There is picture over bookcase. Deməli, kitab rəfinin üstündə şəkil var. There is a picture olacaq. There is a picture over the bookcase. Bizə məlumdur hansı kitab rəfidir. Picture sözü təkdə olduğu üçün A artiklı qəbul edirik. A işlənir birinci tərəfdə. İkinci tərəfdə Z işlənir. 1 B bəndidir cavabı. İkinci cümlə. I have good collection of English books. Mənim İngilis kitablarına aid yaxşı kolleksiyam var. I have a good collection. Collection təkdədir və qeyri-müəyyən artikl qəbul edir. I have a good collection of English books. Burada isə artikl işlənmir. Baxaq hansı bəndi? Y bəndi. Y bəndi doğru cavabdır. 2-nin cavabı Y bəndidir. 3. David Copperfield has blue eyes and small nose. Burada blue eyes cəmdədir. Burada artikl işlənməyəcək. And the small nose olacaq. Burada ikinci tərəfdə A artiklı işlənəcək. Burada 3-cü cavabı da C bəndidir. 10-cu sualın cavabını şərh bölməsində yaza bilərsiniz.